Biləsuvarda əsgərlikdən qayıdan 20 yaşlı oğlan ata, baba və nənəsinin məzarlarını dağıdıb. Cənub Lazım məlumatına görə hadisə bu il rayonun Xırmandalı kənd qəbirstanlığında baş verib. İş materiallarında məlum olub ki, hərbi xidmətdən yeni qayıtmış kənd sakini Elşad spirtli içki qəbul etdikdən sonra atasını, babasını və nənəsinin məzarlarını ziyarət etmək qərarına gəlib. Bunun üçün Xırmandalı kənd qəbirstanlığını üst tutub. Məzarları ziyarət edərkən uşaqlıq xatirələri yadına düşüb və əsəbləşib. Babası və nənəsinin məzarını dağıtmağa başlayıb. Daha sonra müvazinətini itirərək atasının qəbir daşına çırpılıb və daş yerə aşıb. Təqsirləndirilən şəxs törətdiyi hərəkətlərə görə peşmanlıq hissi keçirdiyini bildirib. İş üzrə zərər çəkmiş şəxs qismində onun əmisi tanınıb. O məhkəmədə bu hərəkətin qəbul edilməz olduğunu desə də, təqsirləndirilən şəxsin mərhum qardaşının oğlu olduğunu nəzərə alaraq ondan şikayətçi olmadığını qeyd edib. Biləsuvar rayon məhkəməsinin hökmü ilə Elşad 6 ay müddətinə azadlıqdan məhrum edilib. Qeyd edək ki, təqsirləndirilən şəxsin adı şəhid olaraq dəyişdirilib.